bizi izləyin. Söz sizdədir. Ekonomiksə baxırsınız, ölkəmizdə ötən ay ərzaq məhsullarının qiyməti 1,5% ucuzlaşıb. Qeyri-ərzaq mallarının qiymətləri isə 0,2% artıb. Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% yüksəlib. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6% ucuzlaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə isə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,4% bahalaşıb. Rusiya və Azərbaycan energetika sahəsində iki tərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə məşğul olacaq, yüksək səviyyəli işçi qrupu yaradacaq. Rusiya mətbuatının yaydığı xəbərə görə bu sözləri Rusiya Federasiyasının prezidentinin köməkçisi Yuri Uşakov deyib. Bildirib ki, energetika sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi ilə bu işçi qrupu məşğul olacaq. Avropa Rusiya ilə nəinki Türk yaxını qaz kəmərini, hətta onun nəql etmə gücünün artırılması ilə bağlı müzakirələr aparmağa məcbur olacaq. Rusiyanın Gazprom şirkətinin idarə heyətinin sədrinin müavini Aleksandr Medvedev belə deyib, hesab edirik ki, Avropada sağlam şüur üstün olacaq və biz Avropalılarla Türk yaxını kəməri ilə təbii qazın nəqli barədə yox, həm də həcmin artırılması barədə danışıqlar aparacaq deyə Medvedev əlavə edib. Beynəlxalq kreditorlar Yunanistan hökumətinə maliyyə yardımı proqramının müddətinin 2016-cı ilin mart ayınadək uzadılmasını təklif ediblər. Onlar bunun müqabilində hökumətdən sosial xərclərin, o cümlədən təqaüdlərin azaldılmasını və vergilərin artırılmasını təklif ediblər. Lakin Yunanistan hökumətinin danışıqlar prosesi zamanı güzəştə getməmək istəyi belə anlaşmanın əldə olunmasını şübhə altına qoyur. Cari maliyyə proqramının müddəti isə bu ay sona çatır. Bu baxımdan danışıqlar uzandıqca investorlar Yunanistandakı aktivlərindən pullarını çıxardırlar. Bu isə Yunan hökumətinin borclarının ödənilməsi ilə bağlı manevrlərini tam məhdudlaşdırır. Avropanın ən böyük bankı hesab olunan HSBC xərclərini azaltmaq və biznesi sadələşdirmək məqsədi ilə ixtisarlar edir. Bank müxtəlif ölkələrdə 25 min iş yerini ixtisar edəcək. Bu isə HSBC-nin 266 min işçisindən təxminən 10%-nin iş yerini itirəcəyi deməkdir. BBC-nin yaydığı xəbərə görə bank həmçinin Britaniyadakı əməliyyatlarını dayandıraraq Türkiyə və Braziliyadakı bizneslərini də sata bilər. Neft bazarlarındakı qiymət müharibəsi Səudiyyə Ərəbistanın valyuta ehtiyatlarını kəskin azaldıb. Belə ki, 2004-cü ildən bəri ehtiyatlar 49 milyard dollar azalaraq 683 milyard dollara aşağı enib. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə bu il Səudiyyə Ərəbistanın büdcə defisiti ümumilikdə ümumdaxili məhsulun 20%-nə bərabər olub. Neft qiymətlərinin aşağı olması isə hələ bir müddət büdcə kəsirinin artmasına səbəb olacaq. Hazırda isə neft bazarında qara qızılın qiyməti sürətlə yüksəlir. Amerikanın New York əmtəyi birjasında hərraca çıxarılan light markalı qara qızıl 59 dollar 20 sentə təklif edilir. London birjasındakı Brent nefti isə hazırda 64 dollardan bir qədər baha təklif edilir. Qiymətli metallar bazarında canlanma var. Belə ki, qızıl bahalaşır və onun bir unsiyası 1181 dollar 53 sentə satılır. Gümüşün də dəyəri yüksəlir. İndi bu metal 16 dollar 13 sentdə. Digər metallar da hamısı yaşıl zonada qərarlaşıblar. Bütün qiymətli kağızlar sağ qırmızı zonada yerləşiblər. Amerikanın qiymətli kağızlar bazarında ucuzlaşma var. Yaponiyanın Nikkei 225 indeksi də eyni tendensiyanı nümayiş etdirir. Avropa birjalarında da bütün səhmlərin dəyəri düşüb. İndi avro dollar 1,10 mində 1253 dollar, yəni 124,2 funt sterling dollarsa 1,10 mində 5291-ə bərabərdir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi sonuncu məzəmmələr isə belədir. İndi 1 dollar 1 manat 5 qəpikdən cüzi ucuzdur, 1 avro 1 manat 18 qəpik yarımdır, Rusiya rublu 2 qəpiyə yaxındır, Türk lirəsinin məzəmməsi isə 38 qəpiyədir. Bu qədər bu bizim Ekonomikstə çatdıracağımız sonuncu xəbər idi. Sizi maraqlandıran hadisə və narahat edən problemlər varsa elə bu barədə 497-61-57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə də qarşılaşdığınız hər hansı hadisəni Lider televiziyasına göndərə bilərsiniz. Bizdən bugünlük bu qədər. Günel söz yenidən sizdədir. Təşəkkürlər Asil. Yarat Müasir İncəsənət Mərkəzində muzeydə gecə adlı tədbir keçirilib. Qonaqlar kolleksiya və ekspozisiyalarının tanış olmaqla yanaşı, müasir muzeyin